təəssüflər olsun ki, son vaxtlar aşağı düşür. Yəni dışarısı meyvələrdə də fındıqdır, qozdur, ondan sonra şabalıqdır. Bunların məhsuldarlığı aşağı düşür. Çox təəssüflər olsun. Və bizim istehsal xərcimiz artır, emal istehsal xərcimiz artır və məhsuldarlığın da aşağı olması əlbəttə bizim kəndlilər, fermerlər məcburiyyət qarşısında qalıb yüksək qiymətə satırlar. Yəni əgər yüksək qiymətə sata bilməsələr, onlar o istehsaldan yayınmalıdırlar. Bu məhsulların istehsalı onlara qazanc gətirməyəcək və onlar yayınacaq olsa. Digər tərəfdən bəzi məhsullar var ki, əlbəttə Azərbaycanda keyfiyyəti, məsəl üçün şabalığın keyfiyyəti Çindən gələn şabalığın keyfiyyətindən yüksək. Amma bu demək deyil ki, bu 2 dəfə baha olur. Yəni bilirsiniz, bir sıra problemlər var ki, bu problemlər öz həllini tapmadan ölkədə bu məhsulların qiyməti stabil diapazonda olmayacaq. Yəni stabil diapazonda dəyişməyəcək. Biz görəcəyik ki, bəzən məhsuldarlıq düşdü aşağı, məhsul istehsalı azaldı, qiymətlər qalxacaq kəlləçarxa və yaxud da növbəti ildə nisbətən məhsuldarlıq artacaq, amma qiymət çox güclənəcək. Bizim ölkədə istehsal edilməsi hələn bunun ucuz və keyfiyyətli olması deyil də. Bizim ölkənin nə torpaq resursu, nə su resursu, nə aqrotexniki bilikləri, nə texnologiyası dünyada bir yüksək səviyyə deyil ki, deyək ki, Azərbaycanda istehsal olunsa həm keyfiyyətli, həm ucuz olacaq. Yəni bu yanlış bir məsələdir. Çünki Azərbaycan ümumiyyətlə kənd təsərrüfatına yararlı torpaqların həcmi çox azdır, suvarma tələb eləyir, torpağın keyfiyyəti aşağıdır, gübrə, dərman, qayğı tələb eləyir. O baxımdan Azərbaycanda bax dediyiniz məhsulların daha baha istehsal olunması bu belə deyək də sir deyil və yaxud da təəccübləndirmir bizi. Dediyim kimi Azərbaycanda nə böyük həcmli torpaq keyfiyyətli torpaq sahələri var, nə su ilə təminat yüksək səviyyədədir. Bu baxımdan Azərbaycanda tutaq ki, hər hansı məhsulun, bu kənd təsərrüfatı məhsulunun daha ucuz və keyfiyyətli olması ilə olmalıdır deyə bir məsələ yoxdur. Məsələ bu ölkə daxilində ucuz istehsal edilə bilmədiyinə görə, ucuz ortaya gəlmədiyinə görə ithal məhsulları bazara girə bilir. Baxırlar ki, misal üçün dediyiniz qiymətədirsə, həmən bunu daha ucuz alıb gətirə bilirəmsə, niyə də alıb gətirməyim?